İngiliscə necə deyərik ki, işığı söndürə bilərsən. Burada bilmək, can bilmək, bilərsən, kim, sən. İşığı söndürə bilərsən. Can you söndürmək. Söndürmək ingiliscədə close deyir bir çox, amma close deyilməyəcək. Burada olacaq ki, turn on, turn off və ya yandırmaq olsa turn on olacaq. Sonra burada qalır ışıq, ışıq light'dır, light, ışığı the light. İndi cümləni tamamlayaq, deyirik ki, can you turn off the light. Cümləni bu cür tamamlayırıq. Can you turn off the light? Sən işığı söndürə bilərsən.